Daşaltının kəndarında Amonçular ermənilərin atəş nöqtəsini susturandan sonra yox, biz irəli getmədik. Çünki bunun mənası yox idi. Artıq Şuşanı təkcə dirilər yox, ölülər də tərk edirdi. Bir həftə əvvəl igidliyindən danışdığımız əsgərlərdən biri Albert bundan sonra nə vuruşacaq, nə sevəcək, nə də ki... 2020-ci il sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu Dəmir Yumruq adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən 30 illik işğala son qoydu və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Başkomandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək bugün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan ordusunun geniş miqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. 27 sentyabr 2020-ci ildə düşmən iri miqyaslı təxribata başladı. Bizim ön xəttdə yerləşən mövqelərimizi atəş altına aldı. Dinc əhalinin yerləşdiyi yaşayış məntəqələrini atəşə tutdu və bunun nəticəsində Azərbaycan ordusu Cənab Ali Başkomandanın rəhbərliyi ilə əks hücuma keçdi və düşmənin təxribatının qarşısını alaraq və uzun müddət işğalda qalmış torpaqlarımızı işğaldan azad etməyə başladıq. Mən həmin zaman hərbi hissə komandiri idim və mən də öz bölmələrimlə, tabi içində olan bölmələrlə birgə bu əks hücuma qoşulduq rəhbərliyimizin komandası ilə. Ondan sonra Qaradiz yaşayış məntəqəsi istiqamətindən biz əks hücuma başladıq və döyüşün sonuna kimi də fəaliyyət göstərərək hər gün hansısa bir yaşayış məntəqəsini, yüksəkliyi və mövqeləri ələ keçirərək düşməni öz torpaqlarımızdan çıxartdıq və Azərbaycan bayrağı həmin yerlərdə, həmin məntəqələrdə dalğalanmağa başladı. 27 sentyabr mən deyərdim ki, Azərbaycan ordusunun ən böyük imtahanının başlanma günü idi. O imtahandan da Azərbaycan ordusu ən yüksək səviyyədə çıxdı, keçdi o imtahanı. Və 27 sentyabr Azərbaycan əskərinin bütün dünyaya öz gücünü elan elədiyi bir gün kimi xatırlayıram. Biz Azərbaycan ordusu olaraq bu klasik döyüş qaydalarını demək olar ki, tamlıqla yenilədik. O klasik döyüş növü arxada qaldı. Bugün müasir döyüş növü ilə Azərbaycan ordusu dünyaya müasir döyüşün aparılmasını göstərdi. Yəni texnika, elektronikanın düzgün istifadə olunması və əskərin cəsarəti, bunlar hamısı bir yerdə birləşərək bu döyüşü qazandı və dünyada bu döyüşün aparılmasını həqiqətən də onu analiz edirlər. Görürlər ki, yəni Azərbaycan ordusu həm texniki vasitələrdən düzgün istifadə edilərək, yəni pilotsuz uçuş aparatlarından istifadə olundu, silahlarımızdan istifadə olundu və bununla da
Bununla bərabər əsgərimizin cəsarəti, döyüş qabiliyyətindən istifadə olaraq bu işğaldan torpaqlarımız azad olundu. Mərmi olar bir 10 metr yaxınlığa düşdü. Həmin o düşən mərmidən çıxan qəlbə arxadan boynum hissəsinə girdi və çiyinlərimə dəydi. Yəni, özümü itirmədim. Mənə elə bildim ki, düşmən gedir. Mən tez silahı götürdüm, öz mövqeyimdən çıxmadım. Bir də gördüm ki, yox, yəni bu düşmən deyil, bildim ki, bizi uzaqdan vurublar. Şəhid Ağay Vasif yaxınlaşdı. Dedi, Vahab, sənə nə olub? Dedim, bəs mənə ağır yaralanmışam özüm boyun hissəsindən. Çiyinlərimdə də düzdür, biraz sızıntı var. Bu dərhal mənim boynuma baxdı. Dedi, Vahab, bəs özündəsən sən? Dedim, bəli, özümdə. Neyse, bunlar köməkləşdilər. Apardılar məni hardasa 50 metr dərənisinə qoydular. Dedilər, sənə nə verək? Dedim, yağış da yağırdı, çiskinli yağış. Dedim, mənə bir yağmurluq verin, yağışdan qorunmaq üçün. Və mən orada 4 saat özüm tək başına qaldım. Özümü yuxuya vermədim. Başımı açdım, gördüm ki, nəsə ağacların arasında hava işıqlaşıb. Silədim ki, hava açılıb. Nəsə durmaq istədim, gördüm, dura bilmirəm. Bədənim keyləşib. Qışqırmaq istədim, gördüm, yox, qışqıra da bilmirəm. Səsim xırıldayıb, boğazım quruyub. Əlimi atdım silaha, 2 dənə güllə buraxdım göyə. Güllərin səsi asılan kimi gördüm, yuxarıdan səs-küy gəldi. Gördüm, 3-4 nəfər gəlir mənim tərəfə. Uşaqlar gəldilər, bir anlıq şok keçirtdilər. Elə bildilər, mən şəhid olmuşam da. İşarə edirəm ki, danışa bilmirəm. İşarə edirəm ki, kömək edin, qaldırın da mən. Qaldırdılar həmin yerə, yaralandığım yerə. Orada komandir çağırdı. Dedi, sən qayıda bilməyəcəksin də, gözlə təxliyə gəlsin. Sizi təxliyə edəcək burada. Həm ağır yaralarımız var, həm də şəhidlərimiz var, təxliyə edəcəklər. Mən dedim ki, vermirlər hərəkətdə, təxliyə hərəkət edəsin. İcaza verin, yəni mən bacararam, çəkilim geri. Neyse, komandir icaza verdi, biz başladıq 9 yaralı, 2 dənə də özümüzə, yəni bizi qoruyan şəxs öz uşaqlarımızdan götürdük, yaralı olmayanlardan. Bir başladıq biz arxaya hərəkətlənməyə. 22 kilometr məsafə təqribən, yəni o vəziyyətdə mən özümü təxliyə elədim, gəldim, çıxdım. Yəni öz qüvvələrimizin yanına, çanaqçının üstünə. Taqətdən düşmüşdüm. Özümdə hiss edirdim ki, gözlərim yavaş-yavaş qaralır. Özümdən getmə halları baş verir. Orada düşmən, yəni hərəkətdən texnikaları vururdu. Ona görə komandanlıq icaza vermişdi ki, hər 200 saatdan bir yəni KAMAZ tipli maşın yaralılarla doldurulsun və arxaya təxliyə olunsun. Belə də oldu. Və mən oradan hardasa 3 saat, 4 saata yaxın arxaya hərəkətlədik KAMAZlarla. Hadrutda məni tez ambulansdan gözləyirdilər. Müəyyən bir məsafəyə gəlmişdilər. Məni gördülər, məni saldılar rentgenə, əsas boynumu. Boynumu rentgen edəndən sonra dedilər, bəs qəlpəni çıxarda biləcək. Kürəyində qəlpələri yox, amma boyundakı qəlpəni çıxarda bilər. Və orada mənim qəlpəmi çıxartdılar. Mən orada özümdən getdim. Bir də ayıldım, gördüm fizioloji mərkəzi xəstəxanasında. ...27 sentyabr Azərbaycan Respublikasının bugünə qədər ən böyük zəfər addımı başladığı an. Biz 27 sentyabrda düşmənin iri miqyaslı hücumunun məlumatı
çatmışdı, kəşfiyyat məlumatı və onun qarşısını almaq üçün bizə tapşırıqlar gəldi. Bu tapşırıqlar gəldi və 27 sentyabrdan döyüşə qatıldıq. Döyüşə qatıldığımız yer ilk olaraq Cəbrayıl istiqaməti Cocuq Mərzanlının qarşı tərəfi oldu. Həmin vaxtı Cəbrayılda həqiqətən də bizim qarşı tərəfimiz cəbhə boyu ümumiyyətlə Cəbrayıl olsun, Füzuli olsun, digər istiqamətlər olsun, Tərtərin qarşı tərəfi olsun, yəni ilk ön xəttdə olan yerlərdə onların istehkam qurğuları, maneələri, müdafiə sistemi çox yüksək səviyyədə idi. Onlar bizim hücumumuzun qarşısını artilleriya mərmiləri ilə almağa çalışırdılar. Belə deyim də, bir hərbi qulluqçuya belə onlar artilleriya mərmisi atırdı, iri çaplı mərmilərdən istifadə edirdi. Yəni, həqiqətən orada çox acınacaqlı bir vəziyyət idi, toz dumana qarışmışdı. Müharibədə, yəni müharibədə olan bir vəziyyətlər var. İndi mən gözümlə gördüyümü burada ifadə etmək istəyirəm, bacardığım qədər. Orada elə bir səhnələr var idi, elə bir vəziyyətlər var idi. Yəni cümlə ilə istifadə, sözlə ifadə eləmək olmur. Onların müdafiə sistemi qırıldıqdan sonra biraz döyüş yüngülləşdi, rahatlaşdı və ildırım sürəti ilə irəliləməyə başladıq. İldırım sürəti ilə irəlilədiyimizə görə də onlar qarşı fəaliyyət göstərə bilmədilər. İstehkam maneəsi, mina sahəsi, sürprizlər falan müəyyən yerlərdə eləmişlər, amma onlara rahatlıq vermədi ki, onlar rahat şəkildə hər bir yerə o vəziyyəti yaratsınlar. Bir hadisə oldu. Deməli, orada bizim sağ tərəfimizdən digər hərbi sistem bölmələri hücuma keçdi. Biz qarşı tərəfə hücuma keçməyə hazırlaşırdıq və onlar hücuma keçəndə həqiqətən də onlara atılan atışların yerlərini artıq bilirdik. Yəni, qabaqcadan istiqamətləri təyin eləmişdik mövqeləri ki, hardan atış gələ bilər. O anda onlar hücuma keçəndə qarşı tərəf atışa başladı və mən tabur komandiri olan Vətən müharibəsi qəhrəmanı Zəfərli Gündüzlə rabitə əlaqəsinə çıxdım ki, bizim sağımızda bölməmiz hücuma keçdi, digər hərbi qulluqçuları və onları çox güclü şəkildə snayper atəşinə tutublar. İcazə versəydi, snayper qrupu olaraq biz onlara qarşı dəstək olardıq hərbi qulluqçularımıza və ermənilərə qarşı atışlar keçirdək. İcazə verdi həqiqətən də anında, dedi, nə bacarsız kömək eləyin. Biz də başladıq, orada onların bir xeyli hərbi qulluqçusunu vurduq. Yəni, bizim snayper qrupu, snayper heyəti olaraq. Ondan sonra bunlar rahat şəkildə hücuma keçdilər və istədikləri mövqeyə girdilər. Həmin vaxtı biz rabitə əlaqəsində danışan vaxtı bizim həmin o dediyim bölmənin 3 hərbi qulluqçusu, gənc əsgər idi, 18 yaşı var idi. Onlar yaralandılar. İkisinin yarası ağır idi, amma birinin yarası çox ağır deyildi, yüngül idi. O ağır olanlar sakit idilər, amma bir nəfər o yarası yüngül olan ağlayırdı. Mən ona yaxınlaşdım ki, sənin yaran onlardan yüngüldür, ilk tibbi yardım göstərdim falan. Dedim, bəs sənin yaran onlardan yüngüldür, sən niyə ağlayırsan? Biraz dözümlü olsan, Azərbaycan əsgərsən. O da qayıt dedi ki, yoldaş başgizir, mən ona görə ağlamıram. Mən həmin vaxt onlar Kəlbəcər istiqamətində döyüşdən gəlmişdilər. Mən Kəlbəcər istiqamətində olan döyüşdə öz çin-çinə vuruşduğum əsgər yoldaşlarımı şəhid verdim və onlara son nəfəslərində söz verdim ki, sizin qisasınızı alacağam. Və mən burada ilk gündə yaralandığıma görə peşmanam, heyfslənirəm, ona görə ağlayıram ki, mən hərbiçi dostlarımın, şəhid yoldaşlarımın qisasını ala bilmədim.
Mən də dedim, sənin yaron yüngüldür, narahat olma. Biz buradayıq, biz onların hər birinin qisasını alacaq layiqli şəkildə. Və sən də bu qisasa çatacaqsan. Yaron tez sağalacaq, geri qayıdacaqsan və bizlə bərabər yenə də döyüşə davam edəcək. Sentyabrın 27-sində başlanan 2-ci Qarabağ müharibəsi 44 günə başa çatdı. Bu müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və Qarabağdakı bir çox yaşayış məntəqələri azad olundu. Düşmən ordusu darmadağın edildi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu. Azərbaycan dövləti 30 illik işğala son qoymaqla dünyada qalib xalq, məğlub edilməz dövlət kimi özünü yenidən təsdiq etdi. 44 gün ərzində davam edən 2-ci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi. Qəsbkarların texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Şuşa şəhəri, mən deyərdim ki, həqiqətən kənardan baxanda çox vahiməli bir sıldırımlardan, qayalıqdan ibarətdir. Amma Azərbaycan ordusunun sıralarında xidmət edən hərbi qulluqçuların inanın ki, içərisində elə bir sevgi var idi ki, yəni o sıldırımlar, qayalar, belə deyim də, insan üçün, kənardan baxan bir mülki insan üçün bəlkə də keçilməz sədd sayılsa da, bizlər üçün də, yəni baxdığımızda o hündürlüyün, o ucalığın keçilməyinin zor olduğunu bilirdik. Amma sizə inandırım ki, bax, tam səmimiyyətimlə bunu vurğulayıram ki, biz o yolları çox maneəsiz, yəni dağlardan danışan, təbii ki, düşmənin orada böyük istehkamları var idi, böyük ordu qüvvəsi var idi və həmin qüvvələrlə biz üz-üzə çox çətin döyüşlər keçirdik. Şuşa şəhərinə gəlib Sabulağın üzərində artıq biz yerləşmişdik. Artıq gecə vaxtı idi, yerləşmişdik. Çox çətin bir döyüşün bizi gözlədiyini bilirdik. Çünki düşmən artıq, belə deyək də, düşmənin ordusunun onurğa sütunu təkcə qalmışdı. Qalan hissəsi darmadağın olmuşdu. Onurğa sütunun qalan hissəsini də demək olar ki, Şuşaya toplamışdı. Həm artilleriya cəhətdən, həm canlı qüvvə cəhətdən və siz təsəvvür edin ki, bizim ora gəlib çatana qədər ən ağır çaplı silahımız RPG-7 PK silahı idi. Yəni ondan ağır bizim silahımız yox idi əlimizdə. Çünki çox sıldırımlı dağlarla, çətin relyeflə irəliləmişdik. Həm də düşmənin arxasını səssiz irəlilədiyimizə görə, yəni üzərimizdə ağır çaplı silah və yaxud arxamızdan texnikanın yol olmadığı üçün gələ bilməməyi, ona görə də bizim yüngül çaplı silahlarla gəlib artıq Şuşa ətrafında toplanmağımız, Şuşanı mühasirəyə almağımız və Şuşanı işğaldan azad etməyimiz planı var idi, tapşırığı qarşımızda planı var idi. Həmin tapşırıqda təəssüf olsun ki, mən də yaralandım, orada bir çox yoldaşlarımızla yaralandıq. Şuşanın azad olunması günü artıq biz təxliyə olunduq, geri gəldik Hadrut istiqamətinə. Hadrut istiqamətindən sonra bizi artıq Füzuliyə təxliyə elədilər. Ondan sonra dəqiq yadımda deyil, çünki yaralıydıq, hər birimizin vəziyyəti o qədər də yaxşı deyildi. Artıq mən qospitalda özümdəydim, bildim ki, artıq geri çıxmışıq, yaralanmışam. Şuşanın azad olduğunu da Zəfər Albaş komandanımızın televiziya vasitəsilə elan etməsində gördüm. Azərbaycan ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca isə bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçılardan təmizləməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bu qələbə Aprel Tovuz zəfərlərinin məntiqi davamı, silahlı qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi. Ağır texnikadan istifadə etmədən, Azərbaycan əsgərinin igidliyi, mərdliyi ilə Şuşanın azad edilməsi əməliyyatı isə
bu zəfərin kulminasiya nöqtəsi kimi İkinci Qarabağ müharibəsi tarixinin şərəfli səhifəsinə çevrildi. Cənab Ali Başkomandan sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Başkomandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Qarabağ